Əziz hacı qardaşımız, böyüyümüz, ağsaqqalımız, ad günün münasibətdə səni ürəkdən təbrik edirik. Sənin tələbələrinin, qardaşlarının, ruhani qardaşlarımızın sənin üçün hədiyyəsidir. Allah gələn günlərimizi daima daha da gözəl, daha xoş, uzun ömür, xoş günlər, şərəfli ömür nəsib edəsin. Allah sizi böyüklükdən əksik eləməsin. Bu hədiyyəni bizdən qəbul edin, az da olsa tələbələrimizdən. Özünüz açıq. İstəyirəm özünüz açasınız. Əziz tələbələrimizdən sizin üçün ad günü hədiyyəsi. Maşallah. Var eləsin, Maşallah. 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 Güzel. Allah razı olsun. Əhsən. Sizlər bizim üçün elə sizin varlığınız ən böyük elə nemətdir. Allah sizi müvəffəq müəyyən eləsin. Təbii ki, hədiyyənin böyük kiçikliyi yox, kim tərəfindən olduğu o diqqət çəkir. Bu həm bir tarixi bir xatirədir. Düzdür, bizim ömrümüzün 40 yaşı baharı olur. Bu 40 ilə qədər həm də olsun ki, 9-10 yaşından ilə mədrəsədə olmuşuq. Tələbələrimiz çox olub, amma bu 40 deyərlər irfanda kamillik rəmzidir. Amma kamillik rəmzində sizinlə, siz tələbələrlə birdik. Düzdür, bugün bəziləri türlü səbəbdən aramızda yoxdurlar. Amma hər halda Allah sizi bu yolda müvəffəq eləsin. Mənim üçün doğrudan da əvəz olunmaz, unudulmaz bir hədiyyədir və sizlərdən bunu almağın mənim üçün əlavə bir dəyərdir. Allah razı olsun. Diqqətinizə görə təşəkkür edirəm. Allah razı olsun, var olasınız. Allah razı olsun, sağ olun. Allah kömək olsun. Allah sizi böyükdən əksik eləməsin. Üstümüzdə haqqınız var. Allah rəhmətiniz var. Allah sizi böyükdən əksik eləməsin. Sağ olasınız. Diqqətinizə görə təşəkkür edirəm. Mənim üçün gözlənilməz. Allah kömək olsun. Sağ olun.